Bakı şəhərinin Sabunçu rayonu Məşdağa qəsəbəsi Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Xəyal Fikrətoğlu Rəcəbliyə məxsus Xəyal bazarı və bazar ətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub. Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib deyə məlumatda qeyd olunub. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.